Qəbul sualına baxaq. Deməli, tənliyi həll etmək lazımdır. Biz burada sırf kosinüs 2x bu tərəfə keçirsək, 1 plus kosinüs 2x üstə gəlinsin 2 modul kosinüs 2x bərabərdir 0 alınır. Bilirik ki, ifadələrdə tez-tez qarşımıza çıxır. 1 plus kosinüs 2x düsturdur. Dərəcə azaltma düsturunda kosinüs kvadrat x bərabərdir 1 plus kosinüs 2x bölü 2-dir. Buradan biz 1 plus kosinüs 2x düstur alsaq, o da 2 kosinüs kvadrat x olar. Yəni bu ifadənin yerinə 2 kosinüs kvadrat x qoysaq, üstə gəlir 2 modul kosinüs 2x bərabərdir 0 alınır. Bilirik ki, yadda saxlayaq ki, həmişə kvadratı modulda yaza bilərik. Modulda kosinüs x-in kvadratı, üstə gəlir 2 modul kosinüs x, modulu bağlayırıq, bərabərdir 0 alınır. Hər iki toplamadan modulda kosinüs x var. Modulda kosinüs x-i bir t ilə əvəz eləsək, 2t kvadratı üstə gəlir 2t bərabər 0 alınır. 2t-ni mötərizə xaricdən sarsaq, t plus 1 bərabərdir 0-a, t bərabərdir 0, t bərabərdir -1 alınır. Əvəzləmələ yerinə qoysaq, aparıb modulda kosinüs x bərabərdir 0 alarıq. Modulda kosinüs x olsa nəyə modul 0-dır? Elə 0 modulda kosinüs x bərabər 0-a, kosinüs 0 alır. Deməli, pi bölü 2 üstə gəl pi k-da. Bu tənliyimizin həlli bu şəkildə, amma modul kosinüs x bərabərdir -1 tənliyinin həlli yoxdur. Deməli, cavabımız oldu pi bölü 2 üstə gəl pi.